Salam, hər vaxtınız xeyir. Bugün biz sizinlə çoxluqlar mövzusunun qiymətləndirmə testlərinə baxacağıq. 20 sual var. Gəlin birinci sualla başlayaq. A çoxluğu üçün aşağıdakilərdən hansı doğru deyil? A çoxluğunda 1, 2, 3, 5 elementləri var. Burada 4 element yoxdur. Bizə deyir ki, 4 A çoxluğuna daxildir. Deməli, elə doğru olmayan variant D variantıdır. İkinci sualda aşağıdakilərdən hansı M çoxluğunun alt çoxluğu deyil? Alt çoxluq nədir? Hər hansı bir çoxluğun bütün elementləri bu M çoxluğuna daxildirsə, həmin çoxluğa bu çoxluğun alt çoxluğu deyilir. Məsələn, baxın, A variantında ABC var. ABC elementlərinin hər biri M çoxluğunda var. Deməli, bu A variantındakı bu elementlər M çoxluğunun alt çoxluğudur. Eyni qaydada B variantı, B, C, D. Bu çoxluqda hər bir element var. Burada C variantı alt çoxluq deyil. Çünki Y elementi bu çoxluqda yoxdur. Ona görə A elementi var, amma Y elementi M çoxluğunda olmadığına görə A, Y elementi bu çoxluğun alt çoxluğu deyil. Üçüncü sualda A və B elementləri verilib, A və B çoxluqları verilib. Bu çoxluqlar üçün NA üstəgəl NB-ni tapın. Yəni, hər bir çoxluqdakı elementlərin cəmini soruşur. A çoxluğunda 4 element var. B çoxluğunda 3 element var. 4 üstəgəl 3, cavab olacaq 7. Diaqrama əsasən birləşmədəki elementləri soruşur. Birləşmədəki elementləri tap deyəndə Eyler-Veyn diaqramlarında burada gördüyümüz bütün elementləri sayırıq. 1-dən 8-ə qədər elementlər var. Hamısı varmı? 1, 2, 3, 4, 5, 6, 7, 8. Bəli, 8 element var. Cavab elə A variantı. 5-ci sualda çoxluqların kəsişməsini soruşur. Çoxluqların kəsişməsi ortaq elementlərdən ibarətdir. Yəni, baxaq, hər ikisində olan element. Hər ikisində T var burada. Hər ikisində N var. K varmı? Yoxdur. M varmı? Yoxdur. Deməli, N və T. Yəni, cavab C variantı. Diaqrama əsasən kəsişmədəki elementlərin sayını soruşur. Bu hissə çoxluqların kəsişməsini göstərir. Həmin kəsişmədə 3 element var, çünki bizdən N sayını istəyir. Yəni, düzgün cavab B variantı. 7 nömrəli sualda M və N çoxluqları verilib, M minus N fərqini soruşur. Yəni, M-də olsun, amma N-də olmasın. M-də var, baxın, əvvəlcə bu tip suallarda ortaq elementlərin üstündən xətt çəkirik. 3 hər ikisində var. 4 hər ikisində var, başqa yoxdur. M-də olub N-də olmayanlar 1, 2, yəni cavab A variantı. 8-də diaqrama əsasən birləşmədəki elementlərdən kəsişmədəki elementləri çıx deyir. Birləşmədəki elementlər deyəndə hamısını götürürük. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8 element var. Kəsişmədəki elementlər isə bir dənə C hərfi var. 1 element var. Yəni fərqi olacaq 7, B variantı. 9, 10, 11 tipli sualları Eyler-Veyn diaqramları vasitəsilə yazırıq, yəni bunlarla daha rahat olur. 2 kəsişən diaqram çəkirik, A və B diaqramı. İlk öncə burada kəsişmədə element verilibsə, kəsişməni doldururuq. Kəsişmədə 3 element var deyir, ona görə buraya yazıram 3. NA 8, ümumi A-da burada 8 element olmalıdır. Deməli, bura qalır 5, 8 çıx 3, yəni 5. B-də 9 element olmalıdır, 9 çıx 3, 6. İndi bizdən birləşmədəki elementləri soruşur. Olacaq 5 üstəgəl 3, üstəgəl 6, yəni cavab 14, C variantı. 10-cu sualda birləşmədəki elementlər verilib, yuxarıdakı sualın tərsidir, yəni burada kəsişməni soruşur. Bura olsun A, bu da olsun B. Deməli, baxaq görək, kəsişmədəki elementlərin sayı yoxdur, buraya yazıram X. İndi NA-da 24 elementi var deyir. Bayaq biz nə eləmişdik? Kəsişmədəki elementi çıxıb NA-yı yazmışdıq, düzdür? Burada da 24 element olması üçün qalır 24 minus X element. Digərində də 30 minus X element. Çünki ümumi B-nin içində 30 element olması üçün kəsişmədəkiləri çıxarıq. Təkcə B-də olan 30 minus X element var. İndi ümumi burada 45 element var deyir. Olacaq 24 minus X, üstəgəl X, üstəgəl 30 minus X bərabərdir 45-ə. Ortaq X-lər islah getdi, yəni əks ədədlər olduğuna görə 54 minus X bərabərdir 45-ə. X də bərabərdir 9. Yəni cavab A variantı. Bunun şifayı belə də deyirik. Yəni bəzi şagirdlər şifa yazırlar.
En A ve en B'deki elementleri toplayıram. Yani 24 üstə gəl 30 olacaq 54. Bu 54'ten birleşmedeki elementleri çıxanda kəsişmədəki elementler alınır. Yani 54'ten birleşmədəki elementleri çıxanda qalır kəsişmədəki elementler. Və yaxud da ki, yenə en A, en B verilir. Məsələn, yuxarıdakı sualda en A ve en B'deki elementleri toplayıram. 9 üstə gəl 8, 17. Bu 17'den kəsişmədəki elementleri çıxıram. Yəni 13'ü çıxıram, qalır 14 element. Verilir cevap C variantı. 11 nömrəli suala baxırıq. Yenə Euler Venn diaqramları çəkirik. A, B. Bu zaman deyir ki, kəsişmədə element yoxdur. Çünki boş çoxluq verilib. En A'da 4 element var. Kəsişmədə element yoxdursa, burada element olmamalıdır. Deməli 4 elementin 4'ü də buradadır. En B 2, deməli burada 2 element var. En A birləşmə B ümumi elementlər olacaq 4 üstə gəl 2, 6, yəni B variantı. 12 nömrəli suala baxırıq. A, B və C çoxluqları verilib. A birləşmə B minus C çoxluğunun elementlərini soruşur. Baxın, bu A, B'ni bir dairəyə alıram. Burada olmalıdır, amma C'də olmamalıdır. Ona görə bu dairəyə aldığım, baxın, bunu iki diaqrama ayırdım da, elə bir ki, iki çoxluğa böldüm. A ilə B'ni birləşdirdim. Yəni siz ayrıca da yaza bilərsiniz. Məsələn, burada A birləşmə B'ni də yazmaq olar. Olacaq 1, 3, 4, 5, 6, 7. Və C çoxluğu 3, 6, 9. Ortaq elementlərin üstünə xətt çəkirik. 3 hər ikisində var, 6 hər ikisində var. İndi birləşmədə olub C'də olmayan 1, 2, 3, 4 element var. Yəni cavab B variantı. 13 nömrəli sualda A ve B çoxluqları verilib. A çoxluğunun B çoxluğuna tamamlayıcısını tapın deyir. Ortaq elementləri göstərək. 1, 3, 5. İndi A'nı B'ye tamamlamaq üçün hansı elementlər çatışmır? 2 çatışmır, 4 çatışmır, 6, 7. 2, 4, 6, 7 düzgün cevap D variantı. 14 nömrəli sualda rənglənmiş hissəni soruşur. Baxın, rənglənmiş hissəni iki cür göstərəcəm. Bir, burası. Bura nədir? A ilə B'nin kəsişməsi. A ilə B'nin kəsişməsi. Bir də digər hissə A ilə C'nin kəsişməsi. A ilə C'nin kəsişməsi. Mən istəyirəm ki, hər iki kəsişməni götürüm. Deməli, ortaya birləşmə qoyacağım. Amma belə bir cavab varmı? Elə birbaşa belə bir cavabı da var. Amma belə bir cavab olmasa nə edirik? Çoxluqlar mövzusu A variantında bu tipdə sual var idi. Bu cür cavab yox idi. Amma burada hazır belə bir cavab verilib. Hər ikisində olan nədir? A. A-nı çıxardıram. A bayaq B ilə kəsişirdi. Həm də AC ilə kəsişirdi. Bu zaman A kəsişdirəcəm B ilə C'nin birləşməsi ilə. A-nı kəsişdirəcəm B ilə C'nin birləşməsi ilə. Yoxsa bir dəqiqə. Yox, A ilə B kəsişirdi. A ilə C kəsişirdi. Bəli. B ilə C'nin birləşməsi, yəni hamısı və A onlarla kəsişəcək. Düzgündür. İndi baxaq 15 nömrəli suala. 15 nömrəli sualda deyilir ki, A, B'nin, B də C'nin alt çoxluğudur. Bu alt çoxluq işarəsidir. Deməli, 3 dənə iç-içə dairə olacaq. Ən içəridəki A'dır. Ən içəridəki A, bu B, ən yuxarıda, ən üstdəki də C. A çoxluğunda 4 element var deyə buraya yazıram 4. B çoxluğunda 6 element var. Bunun içində 6 element olması üçün təkcə B'də 2 element var. C çoxluğunda 8 element var. Deməli, ümumi 8 olması üçün burada qalır 2. İndi A ilə C'nin kəsişməsindəki elementlərin sayı lazımdır bizə. A ilə C'nin kəsişməsi. Baxın, A'da 4 elementi var, C'də 8 element var. Kəsişmə olacaq kiçik olan, yəni 4. Çünki ortaq olan 4 dənə elementdir. Deməli, N, A ilə C'nin kəsişməsi olacaq kiçiyinə, yəni 4. A ilə B'nin birləşməsi. A'da 4 element var, B'də 6 element var. Əgər A çoxluğu B'nin alt çoxluğudursa, birləşmə B olacaq, yəni böyüyü, yəni 6. NA birləşmə B bərabərdir 6-ya. N, B birləşmə C-yə baxaq. B'də 6 element var, C'də 8 element var və B'dəki 6 elementin 6-sı da C'də var. Deməli, mən təkcə C-ni götürsəm kifayətdir, yəni 8 element. İndi bunların cəmini soruşur, olacaq 18 C variantı. 16 nömrəli sualda A çoxluğunun elementləri 1, 2, 3, 4 və B'də olub A'da olmayan 3 element var. Bizdən birləşmədəki elementləri soruşur. A, B.
B'de olub A'da olmayan elementləri yazıram. 5, 7, 8. A çoxluğunda isə 1, 2, 3, 4 elementi var. İndi bu 1, 2, 3, 4'ü istənilən yerə yaza bilərik. 1, 2, 3, 4 yəni kəsişmədə də ola bilər. Fərq yoxdur, yaxud 3, 4 burada da ola bilər. İndi birləşmədəki elementlər deyəndə hamısını sayırıq. Olacaq 5, 7 element, yəni cavab B variantı. 17 nömrəli sualda yeni Euler Venn diaqramları çəkirik. A, B. A'da olub B'de olmayan 3 element var. B'de olub A'da olmayan 6 element var. Kəsişmədə 4 element var. Birləşmə hamısı olacaq 13, C variantı. 18 nömrəli suala baxırıq. Yeni Euler Venn diaqramları çəkirik. A, B. A'da olan elementlərin B'de olan elementlərə nisbəti 2/3'dür. Kəsişmədə 7 element var deyir. Buraya yazıram 7. Birləşmədə ümumi 18 element var. Buraya x yazıram. Burada y yazıram. İndi belə yazaq. NA'nın NB'yə nisbəti 2/3'dür. NA'da neçə element var? X üstə gəl 7. NB'də neçə element var? Y üstə gəl 7. Bunların nisbəti 2/3'dür. Və biz bir də nəyi bilirik? Birləşmədə 18 element var. Yəni x üstə gəl y üstə gəl 7'nin 18 olduğunu bilirik. Yəni x üstə gəl y-in 11'ə bərabər olduğunu. X üstə gəl y 11'dir. Çarpaz vururuq. 3x üstə gəl 21. 2y üstə gəl 14. 3x minus 2y bərabərdir -7'ye. Bu ikisini tənliklər sisteminə görə alt-alta yazıb hesablayaq. X üstə gəl y bərabərdir 11'ə. 2'ye vurub yazaq birbaşa. 2'ye vursaq 2x üstə gəl 2y bərabərdir 22'ye. 3x minus 2y bərabərdir -7'ye. Alt-alta toplasaq 2y'lər islah gedir. 5x bərabərdir 15'e. X də olacaq 3. X 3'dür. Y də 11 çıx 3, 8. İndi x tapmışıq 3. Y də olacaq 8. NA'nı soruşur. Ümumi A çoxluğundakı elementlər 7 plus 3, 10, C variantı. 19 nömrəli suala baxırıq. Yeni diaqramlar çəkirəm. A, B. NA'da 9, NB'də 7 elementi var. Hələ ki bunlar yazası yeri yoxdur burada. Elhamdülillah. Deməli burada birləşmədəki elementlərin sayı bərabərdir. Kəsişmədəki elementlərin 3 misli. Kəsişmədəki elementlərə x deyirəm. Birləşmədəki elementlər, yəni n, A birləşmə B bərabərdir, olacaq 3x. A çoxluğunda 9 element var. Deməli, təkcə A'da olan 9 minus x element var. B çoxluğunda 7 element var. Təkcə B'də olan 7 minus x element var. Hamısını toplayanda bizə birləşməni verəcək. 9 minus x üstə gəl x üstə gəl 7 minus x bərabərdir 3x'e. Yəni bu NA birləşmə B burada yazdığım ifadədir. Burada oxşar hədlər islah gedir. 16 minus x bərabərdir 3x'e. 16 bərabərdir 4x'e. X də olacaq 4. X 4'dür. Bizdən NA kəsişmə B-ni soruşur. Yəni bu x'i. Cavab elə 4. C variantı. Və nəhayət sonuncu sual. Diaqrama əsasən kəsişmədəki elementləri soruşur. Hər üçünün kəsişməsi buradır. Hər üçünün kəsişməsində 2 element var. Yəni cavab B variantı. Videonu bəyənməyi və videoların davamı üçün kanala abunə olmağı unutmayın. Sağ olun.